Salam, hörmətli abituriyentlər, hər birinizi xoş gördük. Bu gün sizlərə 6-cı sinif və 10-cu sinif Azərbaycan tarixinin ən əhəmiyyətli mövzularından biri olan, demək olar ki, hər il qəbul imtahanında istifadə edilən, yaxud edilməsə belə mütləq öyrənməli olduğumuz əhəmiyyətli mövzular içərisində yer alan Midiya, Əhəmənilər və Atropatena dövlətlərinin izahını verəcəyik. Əvvəlcə başlayaq Midiya dövləti haqqında məlumatlardan. İlk öncə onu qeyd etmək lazımdır ki, Midiya dövləti Eradan əvvəl 9-8-ci əsrlərdə, daha doğrusu Eradan əvvəl 9-cu əsrdə Midiya dövləti haqqında ilk məlumatlara, necə ki Manna dövləti haqqında ilk məlumatlara Assur mənbələrində rast gəlirik, eləcə də Midiya dövləti haqqında ilk məlumatlara Assur mənbələrində rast gəlirik və Assur mənbələrində Midiya ölkəsi Maday, Matay və Amaday formasında xatırlanır. Eradan əvvəl 9-8-ci əsrlərdə Midiya ərazisinə Assur hökmdarlarının yürüşləri olubdu və həmin yürüşlərin nəticəsində Midiya ərazisində mövcud olan xırda vilayət hakimləri asılığa salınmışdı. Midiya ərazisi Assur işğalı altına düşmüşdü və Assur işğalı altında olan Midiya ərazisini Assur işğalından qurtarmaq uğrunda mübarizə Eradan əvvəl 673-cü ildə başlayır. Yəni Assuriyanın Midiyadakı ağalığına qarşı müstəqillik uğrunda xalq hərəkatı başlamış olur. Və bu xalq hərəkatını başladan adam Kaştaritidir. Kaştariti Eradan əvvəl 672-ci ildən 653-cü ilə qədər hakimiyyətdə olubdur. Yəni onun hakimiyyət illəri bu illəri əhatə eləyir və Kaştariti Midiyanın Assur ağalığından çıxması üçün Manna dövləti ilə, yəni Ahşeri ilə, İskit şahlığı ilə və Kimmerlərlə ittifaq yaratmışdı. Eradan əvvəl 672-ci ildə isə Kaştaritinin həmin bu müttəfiqləri ilə bir yerdə apardığı mübarizənin nəticəsində Assur asılılığına son qoyulur və paytaxtı Ekbatan yaxud Həmədan şəhəri olan müstəqil Midiya dövlətinin əsası Kaştariti tərəfindən qoyulurdu və İdarəçilik dəyişikliklərinə əsasən nəsli əyanların artıq saray əyanlarına çevrilməsi prosesi məhz Kaştaritinin dövrünə təsadüf edir. Belə ki, tayfa başçıları və vilayət hakimlərinin əvvəlki müstəqilliklərini itirərək, müstəqillik hakimiyyətlərini itirərək mərkəzi hakimiyyətdən asılı hala düşməsi nəticəsində artıq idarəçilikdə nəsli əyanların yerini saray əyanları tutmağa başlayır və bu zaman bu hadisələrdən sonra İskitlər siyasət dəyişirlər və İskitlərin dəyişdiyi siyasətə əsasən İskitlər Midiya tərəfindən çıxırlar, keçirlər Assuriyanın tərəfinə və Eradan əvvəl 653-cü ildə isə İskitlərlə Kaştariti döyüşür və Kaştariti İskitlərlə döyüşdə öldürülür. Bu hadisədən sonra isə Midiyada İskit ağalığı başlayır. Demək, biz öyrəndik ki, Midiyada iki dövlətin ağalığı mövcud oldu. Birincisi Assur dövlətinin ağalığı, ikincisi isə İskit dövlətinin ağalığı. İskit ağalığı Midiyada Eradan əvvəl 653-625-ci illəri əhatə eləyir. İskit ağalığı dövründə Midiyadakı idarəçilik tam olaraq məhv edilmir. Yəni İskitlər Midiyanın idarəçiliyini, dövlət idarəçiliyini tamamilə dəyişmirlər. Nisbi dəyişikliklər həyata keçirirlər. İskit ağalığını da burada xronoloji cədvəldən 653-cü ildə başlayıb, Eradan əvvəl 625-ci ilə qədər davam etdiyini görmək mümkündür. Amma Eradan əvvəl yazaq əvvəlinə ki, qarışdırmayaq. Belə ki, İskit ağalığına qarşı mübarizəni isə Midiyada Kiaksar adlı şəxs aparır. Kiaksar 625-ci ildən 585-ci ilə qədər hakimiyyətdə olmuşdu və Kiaksarın apardığı mübarizənin nəticəsində Eradan əvvəl 625-ci ildə Kiaksar Midiyada İskit ağalığına son qoyur. Kiaksar hərbi islahat keçirdir və onun hərbi islahatına əsasən daimi nizami ordu yaradılır. Daimi nizami ordu nizətçilər, oxçular adlı ayrı-ayrı dəstələrdən, həmçinin İskitlər ki, özlərinə güclü atlı süvari qoşun və cəld manevr imkanlarına malik olan, hər cür şəraitdə döyüşməyə imkan verən ordu ki yaratmışdılar, həmin İskit taktikasına əsaslanan süvari hərbi dəstələr təşkil edir Kiaksar. Kiaksar isə piyadaları İskitlər kimi atlılardan ayırır və vilayət hakimliklərini əsasən ləğv edir. Kiçik vilayət hakimlikləri Kiaksarın hakimiyyəti illərində öz müstəqilliklərini itirirlər. Demək, biz öyrəndik ki, Kaştariti neynədir? Kaştariti nəsli əyanları saray əyanlarından çevirdi, Kiaksar isə kiçik vilayət hakimlərini ləğv etdi. Kiaksarın hakimiyyəti illərində, məsələn, biz deyə bilərik ki, Kiaksarın hakimiyyəti illərində Eradan əvvəl 590-cı ildə müəyyən ki, dövlətlər ki var idi, Manna, İskit, ondan sonra Urartu dövləti,
bu dövlətlərin hamısı Kiaksarın hakimiyyəti illərində süquta uğradılacaqdır və həmçinin Kiaksarın hakimiyyəti illərində Assuriyaya qarşı Babil dövləti ilə ittifaq qurulur. Assuriya dövləti ilə Assurlarla ittifaq qurulur və Assurlarla qurulmuş bu ittifaqın nəticəsində Assuriyanın paytaxtı eradan əvvəl 612-ci ildə əsas paytaxtı, Assuriyanın əsas paytaxtı Ninevya şəhəri tutulur və müttəfiqlər tərəfindən, yəni Assurlara qarşı ittifaq yaratmış Midiya, yəni Kiaksar və Babil dövlətləri tərəfindən Assuriyanın paytaxtı, əsas paytaxtı Ninevya tutulur və yandırılır. 605-ci ildə isə yenə də Kiaksarın hakimiyyəti illərində Assuriya dövləti süquta uğradılır və bütün bunların nəticəsində eradan əvvəl 7-ci əsrin sonlarında Midiya artıq ön Asiyada ən qüdrətli dövlətlərdən birinə, yəni imperiyaya çevrilir. Biz müstəqil Midiya dövlətinin paytaxtının da Ekbatan şəhəri olduğunu demişdik, amma yadda saxlamaq lazımdır ki, Ekbatan şəhəri indiki Həmədan olaraq adlandırılmalıdır. Və Midiya dövlətində Astiaqın hakimiyyət illəri 585-550-ci illəri eradan əvvəl əhatə eləyir. Astiaqın hakimiyyət illərində əsasən işğallar Midiyada dayanır və işğalların dayanması kimi narazı salacaq? Təbii ki, hərbi əyanlar narazı qalacaqdır bu sistemdən. Hərbi əyanların narazılığından sonra bu adam nə edir? Astiaq yeni yaranmış, eradan əvvəl 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində demək yaranmış yeni din olan Zərdüştlük dini var. Həmin Zərdüştlük dininin kahinləri maqlarla Astiaq yaxınlaşır və yeni dini yaymağa çalışır və bu artıq nə demək olur? Köhnə dinlərə qarşı Astiaq mübarizə aparır demək olur. Yəni yeni dini Zərdüştlüyü yayır, köhnə dinlərə qarşı mübarizə aparmağa başlayır. Təbii ki, bu da kimin xoşuna gəlməyəcək? Yeni dini Midiya əyanları özləri üçün ciddi təhlükə sayacaqlar. Çünki Zərdüştlük bərabərlik prinsipini nisbətən ön plana çəkirdi. Astiaqa qarşı da birbaşa mübarizəyə həmin Midiya əyanları cəsarət etmirlər. Bu zaman Astiaqın bir qızı var, Mandana. Həmin Mandananı Astiaq Fars hakiminin başçısına ərə veribdi və Mandana ilə Fars hakiminin başçısından bir oğulları dünyaya gəlibdi, ikinci Kir. İkinci Kiri dəvət edir Midiya əyanları ki, Astiaqa qarşı üsyan qaldırsın. Onun başçılığı altında Astiaqa qarşı eradan əvvəl 553-cü ildə üsyan qalxır və eradan əvvəl 550-ci ildə babası Astiaqı əsir alan ikinci Kir Ekbatanı tutur və dağıdır. Müstəqil Midiya dövlətinin varlığına isə tamamilə son qoyulmuş olur və Midiya dövlətinin süqutundan sonra ikinci Kir tərəfindən Əhəmənilər dövlətinin əsası qoyulacaqdır. Midiya dövlətində demək dövlətin başında hökmdar dayanırdı, vilayətləri isə satrap yaxud canişinlər idarə edirdilər, satraplar idarə edirdilər. İkinci Kir eradan əvvəl 550-ci ildə Əhəmənilər dövlətinin əsasını qoyur və Midiya torpaqlarını ələ keçirdir. Yeni yaranmış Fars Əhəmənilər dövlətinin ərazisinə ikinci Kir tezliklə daxil eləyir Lidiya ərazisini, Babilistan ərazisini, Misirə qədərki torpaqları və ikinci Kir əsasən farslara imtiyazlar verir. Farsları hakim təbəqə olaraq hakim siniflərə gətirir, çıxardır. Yəni ön plana gətirir farsları və eradan əvvəl 530-cu ildə Araz çayından şimala ikinci Kir yürüş etdiyi zaman, bu zaman Massaget tayfalarının başçısı, biz hansı ki demişdik, Sak tayfalarının ən güclüləri Massagetlər adlandırılır. Massaget tayfalarının başçısı Tomris adlı qadın tərəfindən ikinci Kir məğlub edilir və öldürülür. İkinci Kir əslində böyük ərazilər işğal edibdi, lakin Arazdan şimaldakı yürüşü Tomris'in rəhbərlik etdiyi Massagetlər tərəfindən dayandırılmışdı və 1-ci Daranın eradan əvvəl 522-486-cı illərdəki hakimiyyəti dövründə Əhəmənilər imperiyasında və Azərbaycanın əsas digər bölgələrində üsyanlar baş verir Əhəmənilərə qarşı. Düzdür, Əhəməni hökmdarı 1-ci Dara bu üsyanları yatırdır, hətta geniş işğallar da həyata keçirdir 1-ci Dara. Araz çayından şimaldakı torpaqları bu geniş işğallar nəticəsində, Araz çayından şimaldakı işğalları nəticəsində geniş Araz çayından şimaldakı əraziləri imperiyanın tərkibinə qatmış olur. Və inzibati islahatına əsasən nə edir 1-ci Dara? Ölkəni, dövləti, imperiyanı 20 satraplığa bölür. Satraplıq, yəni canişinlik sistemi deməkdir. 20 satraplığın ərazisində demək Azərbaycan torpaqları Midiya satraplığına daxil edilir. Azərbaycan torpaqları Midiya satraplığının ərazisinə daxil edilir. Biz dedik ki, Araz çayından şimaldakı torpaqlarda Əhəmənilər imperiyasının tərkibinə qatılıbdır. Bəli,
qatılıb, amma Əhəmənilərin oradakı Azərbaycanın şimalındakı hakimiyyətləri nominal xarakter daşıyıb. Nə deməkdir nominal xarakter daşıma? Şərti xarakter daşıyıbdır. Yəni şərti xarakter daşısa belə Əhəmənilərin hakimiyyəti dövründə Şimali Azərbaycanda, yəni Azərbaycanın şimal torpaqlarında sosial təbəqələşmə güclənirdi. Bu zaman biz danışmalıyıq artıq nədən? Satraplardan. Satraplar nə işə baxırlar? Satraplar əhalidən illik vergi yığırlar və müharibə zamanı döyüşçü toplayırlar. Satraplara yerli əhalinin adət-ənənələrinə, dinlərinə qarışma imkanı verilmirdi. Satrap illik vergi yığırdı, müharibə vaxtı döyüşçü toplayırdı, adət-ənənəyə qarışmırdı, daxili işlərə qarışmırdı. Yunan-Əhəməni müharibələri zamanı isə Azərbaycan tayfaları Əhəməni ordusunun tərkibində döyüşməyə məcbur edilirdilər. Yəni Azərbaycanda mövcud olan müəyyən tayfalar var ki, Yunan-Əhəməni müharibələrinin gedişində biz hansı ki ümumi tarixdə Yunan-Əhəməni müharibələri haqqında ətraflı şəkildə danışacağıq. Əhəməni qoşununun tərkibində döyüşməyə məcbur edilirdilər. Və eradan əvvəl 4-cü əsrin ikinci yarısında artıq mərkəzi hakimiyyət Əhəmənilər imperiyasında zəifləyir, çünki satraplar artıq müstəqil siyasət yürütməyə və mərkəzi hakimiyyətdən çəkinməməyə başlayırlar. Bu zaman müstəqil siyasət yürüdən satraplardan biri Midiya satrapı olan Atropat idi. Biz artıq danışmalıyıq burada nədən? Midiya satrapı Atropatın demək gücləndiyi bir vaxtda şərqə doğru yürüş eləyən Makedoniyalı İskəndər eradan əvvəl 331-ci ildə Qavqamela döyüşündə demək Əhəməni hökmdarı 3-cü Daranı məğlubiyyətə uğradır Makedoniyalı İskəndər və bu zaman 3-cü Daranın ordusunun tərkibində Saklar, Albanlar və Kadusilər adlı tayfalar iştirak edirdilər Makedoniyalı İskəndərə qarşı. 3-cü Daranın ordusunda Atropat sağ cinahdakı süvarilərə başçılıq edirdi və buradan belə bir qənaətə gəlmək olar ki, Atropat 3-cü Daranın ordusundakı sağ cinahın süvarilərinə rəhbərlik edirdisə, demək Cənubi Azərbaycanın hamısı və şimalın bir hissəsini idarə etmək imkanına sahib imiş. Yəni o dövlətdə mühüm vəzifə tuturmuş. Atropat bu zaman eradan əvvəl 330-cu ildə 3-cü Dara öz adamları tərəfindən öldürülür. Amma bundan əvvəl nə baş verir? Bundan əvvəl döyüşdə məğlub olduqdan sonra şərqə doğru geri çəkilib yeni qoşun toplamağa cəhd eləyən demək 3-cü Daranın növbəti çağırışlarına Atropat gəlmir. Yəni 3-cü Dara Makedoniyalı İskəndərə qarşı mübarizə aparmaq məqsədi ilə nə edir? Şərqə doğru çəkilir, qoşun toplamağa çalışır. Hətta Atropata da təklif göndərir ki, gəlsin, mübarizəni davam etdirsin. Lakin Atropat 3-cü Daranın təklifini qəbul etmir, yəni çağırışını cavabsız qoyur. Dara döyüşdə məğlub olduqdan sonra 330-cu ildə öz adamları tərəfindən öldürülür və Əhəmənilər imperiyası beləliklə süqut etmiş olur. Əhəmənilər imperiyasının demək bütün şəhərlərini, imperiyanın əsas paytaxtı olan Persapolu müqavimətsiz tutan İskəndər nə edir? Demək İskəndər bu əraziləri müqavimətsiz tutanda Atropat artıq Ekbatana, yəni Midiyaya, Atropat Midiyası adlandırılan ərazi ki var idi, Ekbatandan idarə olunurdu. Midiya, kiçik Midiya bölgələri. Atropat artıq həmin Ekbatana qayıtmır və Qazaka şəhərinə, Zərdüştlüyün əsas baş məbədinin yerləşdiyi Qazaka şəhərinə gedir və bütün Əhəmənilər imperiyası artıq Makedoniyalı İskəndər imperiyasının tərkibinə qatılmış olur. Demək, biz burada 3 dənə şey xatırlamalıyıq. Birinci olaraq 3-cü Daranın döyüşdə məğlub olmasını, ondan sonra Atropata təklif göndərməsini, Atropatın həmin Makedoniyalı İskəndərə qarşı mübarizə aparmaq təklifini cavabsız qoyması, daha sonra Atropatın Ekbatana yox, Qazaka şəhərinə getməsi, 3-cü Daranın öz adamları tərəfindən 330-cu ildə öldürülməsi, Əhəmənilər imperiyasının süqut etməsindən sonra isə İskəndərin Əhəmənilərin əsas paytaxtı Persapolu tutması və dövlətin əyalətlərinin tamamilə Makedoniya imperiyasının tərkibinə qatılmasını artıq biz müəyyənləşdirmiş olduq. Və eradan əvvəl 330-cu ildə Atropat Azərbaycandakı Əhəməni imperiyasının keçmiş canişinlərini, yerli canişinləri, satrapları vəzifəsindən uzaqlaşdırır. Eyni şəkildə Atropatı da vəzifədən azad eləyir. Lakin Atropatı vəzifəsindən uzaqlaşdırsa da, vaxtı ilə 3-cü Daraya, bayaq qeyd etdiyimiz kimi, 3-cü Daranın mübarizə aparmaq təklifini cavabsız qoyan Atropatın 3-cü Daraya itaət etmədiyini düşünən Makedoniyalı İskəndər eradan əvvəl 328-ci ildə Atropata Kiçik Midiyaya yenidən
kiçik mediaya satrap canişin təyin eləyir. İskəndərin burada məqsədi nə idi? İskəndərin burada məqsədi ondan ibarət idi ki, nüfuzunu xalq arasında gücləndirsin və öz hakimiyyətini möhkəmləndirsin. Və əslində media ərazisi iki yerə bölünür. Kiçik media və böyük media ərazilərinə. Kiçik media əraziləri qədim Mannadır. Hansı ki bu ərazilər Atropatın hakimiyyəti altında qalmışdı. İskəndər onu bura canişin təyin eləmişdi. Böyük media ərazisi isə mərkəzi Ekbatan, yəni Həmədan şəhəri olan və İskəndərin hakimiyyəti, İskəndərin öz imperiyasının tərkibində, yəni öz canişinlərinin əlində saxladığı demək öz əlində saxladığı böyük media ərazisinin İskəndərin özündə saxlanılmasının səbəbləri isə mühüm ticarət yollarının buradan keçməsi idi və böyük media ərazisi İskəndər imperiyasının şərq vilayətləri ilə əlaqələrin saxlanılmasında mühüm rol oynayırdı. Demək, eradan əvvəl 328-ci ildə, 327-ci ildə Azərbaycanda Makedoniyalılara qarşı böyük mediada Baryaks adlı üsyan qalxır. Makedoniyalılara qarşı qalxmış bu üsyanı Atropat yatırır və Baryaksı əsir alaraq İskəndərə təhvil verməyi planlaşdırır. Atropatın bunu etməsində səbəb odur ki, Atropat qorxurdu ki, Baryaks üsyanını yatırtmasa əgər Makedoniyalı İskəndər Hindistana olan səfərindən qayıtdıqdan sonra xalqı cəzalandıra bilər. İskəndər səfərdən qayıtdıqdan sonra isə bütün bu üsyanların baş verməsinə və mərkəzi hakimiyyətə qarşı çıxan hakimlərə demək divan tutur, həmin onları cəzalandırır, edam etdirir. Atropatı isə öz vəzifəsində saxlayır və beləliklə Atropat İskəndər səfərdən qayıtdıqdan sonra Atropat öz qızını İskəndərin etibarlı sərkərdəsi Perdikkiyə ərə verir və 323-cü ildə İskəndərin ölümündən sonra Perdikki 321-ci ilə qədər imperiyanı müəyyən müddət idarə etsə də, bir neçə il sonra həlak olur Perdikki və İskəndər imperiyası müxtəlif dövlətlərə parçalanır. Hansı ki, bu dövlətlərə biz misal göstərə bilərik Misiri, Makedoniya, Selevkilər, Atropatena və Albaniya dövlətlərini. Eradan əvvəl 321-ci ildə Perdikkinin ölümündən sonra, vəfatından sonra isə Makedoniya imperiyası parçalanır. Makedoniya imperiyasının parçalanması nəticəsində Atropatena yaxud Atropat mediası adlandırılan həmin bizim Atropatena dövlətimiz yaranır və paytaxt Qazaka şəhəri olmaqla Azərbaycanın cənubunda Urmiya gölü yaxınlığında yerləşir Qazaka şəhəri. Atropatena dövlətinin qış iqamətgahı Fraspa şəhəridir. Demək, ölkənin paytaxtı Qazaka şəhəridir, hökmdarların qış iqamətgahı isə Fraspa şəhəri olaraq bilinməlidir. Atropatena dövləti də eyni Manna dövləti kimi Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində meydana gəlmişdi. Atropatena dövlətinin ərazisinə Cənubi Azərbaycan, Azərbaycan Respublikasının bəzi cənub əraziləri daxilidir və Atropatenada yaşayan tayfalara biz misal göstərə bilərik. Maqları, Müqləri, Kaspiləri, Kadusiləri və Sak tayfalarını misal göstərə bilərik. Atropatena dövləti də Manna dövləti kimi siyasi quruluşuna görə monarxiya, ictimai quruluşuna görə quldar dövlət olmuşdu və Atropatena dövlətini Atropatilər adlı Atropatın nəslindən gələn sülalə idarə eləyirdi. Eradan əvvəl 4-cü əsrdə Atropatena və Albaniya dövlətlərinin yaranması Azərbaycanda müstəqil dövlətçiliyin bərpa olunmasına və həmçinin vahid türk xalqının formalaşmasının başlamasına səbəb olur. Demək, Atropatena Albaniya dövlətlərinin yaranmasının tarixi əhəmiyyəti nədən ibarət oldu? Azərbaycanda müstəqil dövlətçilik bərpa edildi və vahid türk xalqı formalaşmağa başladı. Vahid türk xalqının formalaşması prosesi ölkəmizdə Ərəb ağalığının dövründə başa çatmış olur və ilk dəfə ərəblərin hakimiyyəti dövründə Azərbaycan adı 7-ci əsrdə, bizim eranın 7-ci əsrində tarixi qaynaqlarda işlədilmişdi. Və biz Atropatenada nə görürük? Ticarətdə puldan istifadə edildiyini görürük. Amma Atropatenada ticarətdə istifadə edilən pullar, ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilən pullardır. Atropatenalılar hərb işində neftdən geniş şəkildə istifadə edirdilər və nefti Midiya yağı adlandırırdılar. Atropatenadakı atlar məşhur idi. Hansı ki, həmin atları Çinlilər səma atları adlandırırdılar və Atropatenalılar yoncanı Midiya otu adlandıracaqlar. Nefti Midiya yağı, yoncanı Midiya otu adlandırırdılar. Atropatena dövləti eradan əvvəl 3-cü əsrin son rübündə Qara dənizdən Xəzər dənizinə qədər geniş əraziləri əhatə eləyirdi. Makedoniyalı İskəndərin ölümündən sonra Makedoniyalı İskəndər imperiyasının parçalanması nəticəsində meydana gəlmiş Selevkilər dövləti eradan əvvəl 223-cü ildə 3-cü Antioxun
demək Selevki hökmdarı 3-cü Antioxun Atropatena dövlətinə hücum etməsi ilə nəticələnir. Niyə 3-cü Antiox hücum eləyir Atropatena dövlətinə? Böyük Midiyada özünə qarşı baş vermiş üsyanı yatırtmaq istəyir. Böyük Midiya ərazisində özünə qarşı baş vermiş üsyanı yatırtmağa gəlir. Üsyanı yatırdır və gözlənilmədən Atropatenaya hücum eləyir və bu zaman Artabazan onunla mübarizəyə hazır olmur. Yəni gözlənilmədən mübarizəyə cəlb edilə bilmir. Yəni bədahətən cavab vermək qabiliyyətində olmur və qüvvələr nisbəti bərabər olmur tərəflər arasında. Artabazanı özündən asılı hala salan 3-cü Antiox eradan əvvəl 223-cü ildən 190-cı ilə qədər Atropatena dövlətini asılı vəziyyətdə saxlamağı bacarır və Romanın Aralıq dənizi hövzəsində güclü bir dövlətə çevrildiyi vaxtda şərq ərazilərini ələ keçirtməyə çalışan Roma eradan əvvəl 190-cı ildə Magneziya döyüşündə Selevkiləri məğlubiyyətə uğradır. Selevkilər məğlubiyyətə uğrayırlar, Roma qalib gəlir və Roma Magneziya döyüşünün nəticəsində Atropatena dövlətinin əvvəlki müstəqilliyini yenidən bərpa etməyi bacarır. Atropatena dövləti Selevkilər dövlətinin tərkibindən çıxır, Selevkilər dövləti parçalanır. Qeyd etmək lazımdır ki, biz Atropatena dövlətində eradan əvvəl 2-ci əsrdə Roma və Parfiya arasında qarşıdurma meydanına çevrilmişdi şərq əraziləri. Atropatena ilə Parfiya isə Romaya qarşı yaxınlaşırdılar. Bunun səbəbi nə idi? Çünki Atropatena və Parfiya dövlətləri Romanı Yunan Makedoniya işğalçılarının varisi kimi görürdülər. Yəni Atropatena və Parfiyalılar belə güman eləyirdilər ki, əgər Yunan Makedoniyalılar vaxtilə gəlib Azərbaycan bölgələrini işğal eləməyə çalışıblarsa, demək Romalıların da bu bölgələrlə bağlı işğalçılıq niyyətləri var və biz yaxınlaşmalıyıq. Atropatena və Parfiya dövlətləri Romaya qarşı yaxınlaşmışdılar. Həmin bu dövlətlərin vahid düşmənə qarşı mübarizə birləşdirirdi. Vahid düşmən kimi idi təbii ki, Roma dövləti idi, Roma respublika idi bu zaman. Eradan əvvəl 1-ci əsrdə Romanın Qafqaza olan yürüşləri, Azərbaycan ərazilərinə olan yürüşləri artır və yerli hökmdarlar bu zaman Roma Atropatena dövlətini özündən asılı vəziyyətə salmağı bacarsa da, Atropatena dövlətini yerli hökmdarlar idarə edirdilər eradan əvvəl 1-ci əsrin 1-ci yarısında. Bu zaman eradan əvvəl 53-cü ildə baş vermiş Karra döyüşündə Parfiya və Atropatena qüvvələri Romanı məğlubiyyətə uğradırlar. Roma sərkərdəsi Kras bu döyüşdə həlak olur. Parfiya və Atropatenalı döyüşçülərin Romanı məğlub etməsindən sonra demək, eradan əvvəl 38-ci ildə baş vermiş döyüşdə isə Roma Parfiyanı məğlubiyyətə uğratmış olur və eradan əvvəl 36-cı ildə Antoni şərq ərazilərinə yürüş edir. Antoni adlı Roma sərkərdəsi şərq ərazilərinə yürüş eləyir və Antoninin şərqə yürüş etməkdə məqsədi nədən ibarətdir? İskəndərin imperiyasına bənzər bir dövlət yaratmaqdan ibarətdir. Antoni əslində şərqə tərəf hücum edərkən hədəfi Ktesifona doğru yönəldir. Parfiyanın paytaxtı Ktesifona doğru yönəldir və Parfiya Atropatena süvariləri belə güman eləyirlər ki, Parfiyanın paytaxtı Ktesifona zərbə endiriləcəyinə görə biz gedək Mesopotamiyada gözləyək. Lakin Antoni yürüşün istiqamətini birbaşa dəyişir, Atropatenanın qış paytaxtı olan Fraspa şəhərinə yönəldir. Yürüşün istiqaməti qəflətən dəyişir, qış şəhəri olan Fraspaya yönəldir. Bu zaman Atropatena dövlətinin hökmdarı kim idi? Artabazd idi. Və Romalılarla döyüşdə Parfiya Atropatena süvariləri Romalıları 35.000 nəfərlik itkiyə uğradırlar. Romalılar geri çəkilirlər və Parfiya Atropatena süvariləri qələbə qazanırlar. Hətta bu döyüşdən sonra qaçmağa başlayır Romalı əsgərlər və deyilənlərə görə Antoni öz ordusundan qorxub qaçmış. Hər 10 nəfər əsgərindən bir nəfərini edam etdirir və Romalıların geri çəkilməsindən sonra Artabazd qələbə bayramı keçirdir, qələbə münasibəti ilə bayram keçirdir və həmin bayramda Roma legionunun bayraqlarını xalqa nümayiş etdirmiş olur. Fraspa sonrası Atropatena ilə Parfiyanın münasibətləri pisləşir. Səbəb, Parfiya Atropatenanı özündən asılı vəziyyətə salmaq istəyirdi. Səbəb, qənimət bölgüsü məsələsində dava çıxmışdı Atropatena ilə Parfiya arasında, yəni Romaya qarşı mübarizədə əldə edilmiş qələbədən sonra qənimətlərin bölüşdürülməsi iki dövlət arasında
mübarizəni meydana çıxartmışdı, mübahisələr meydana gəlmişdi və bu zaman eradan əvvəl 1-ci əsrin sonlarında Oktavian Avqust artıq siyasət dəyişir. Əstəğfurullah, Artabast artıq siyasət dəyişir və Roma imperatoru Oktavian Avqust ki var, həmin Roma imperatoru Oktavian Avqustdan münasibətlər yaratmağa başlayır. Roma imperatoru Oktavian Avqustdan yaradılmış diplomatik münasibətlərin nəticəsində Artabast öz oğlu Ariobarzanı Romaya göndərir. Ariobarzan 10 il Romada yaşayır və atasının ölümündən sonra eradan əvvəl 20-ci ildə hakim olur. Atropatena dövlətinə qayıdaraq, demək Oktavian Avqust tərəfindən Azərbaycanda hakimiyyətə gətirilməsinə köməklik göstərilir. Oktavian Avqust hətta Ariobarzanın tabeçiliyinə Kiçik Asiyada yaşayan erməniləri də vermişdi. Yəni ermənilər üzərində Ariobarzan hakimiyyətə sahibidir. Bunu Oktavian Avqust etmişdi. Eramızın ilk illərində isə Parfiya ilə Atropatenanın münasibətləri yenidən bərpa edilir. Yəni normal vəziyyətə gəlir, çıxır. Nicah diplomatiyası yaranır iki dövlət arasında. Amma nicah diplomatiyası yaransa da Atropatilər sülaləsinin sonuncu nümayəndəsi Ariovastın ölümü nəticəsində eramızın 20-ci ilində Parfiya dövləti Atropatena dövlətini özündən asılı vəziyyətə salır. Hansı ki Parfiya dövlətində hakimiyyətdə olan sülalə Parfiya Arşakilər sülaləsi idi və Atropatena dövlətinin müstəqilliyinə eramızın 20-ci ilində tamamilə son qoyulmuş olur və Parfiya dövləti 226-cı ildə süqut eləyənə qədər, Parfiya 226-cı ildə süqut eləyənə qədər Atropatena ərazisi həmin sülalənin hakimiyyəti altında qalmış olur. Və biz artıq danışmalıyıq Atropatena mədəniyyətindən. Atropatenanın Qazaka, Fraspa, Fanaspa, Aqnazana kimi şəhərləri var idi və şəhərlər əsasən məbədlərin ətrafında salınırdı və bəzi hökmdarlar tərəfindən salınmışdı. Atropatena və Albaniya dövlətləri Yunan elli mədəniyyətinin təsirinə məruz qalıblar. Biz bunu tikintidə tikinti materialı kimi kiremiddən istifadə edilməsində görürük. Atropatena tarixi ilə, mədəniyyəti ilə bağlı olan Kerifto məbədi isə Yunan dilində yazılmışdır. Yunan dilli yazı vardır Kerifto məbədinin üzərində və Yunan əsatir qəhrəmanı Herakla məxsusdur. Bu da göstərir ki, Atropatenalılar da Yunan tanrılarına əslində sitayiş etmişdilər. Yunan qəhrəmanı Herakla sitayişin Atropatenada mövcudluğu Kerifto məbədindən aydın olur. Atropatena və Albaniya dövlətləri hər nə qədər quldar dövlət olsalar da, qul əməyindən təsərrüfatın bəzi sahələrində istifadə edilib. Qul əməyi Atropatena və Albaniyada geniş yayılmayıb. Atropatena və Albaniya dövlətlərində əsasən azad əməkdən istifadə edilirdi. Azad əmək və qul əməyi təsərrüfatın bütün yox, bəzi sahələrində geniş yayılmışdı. Bütün sözünü gördüksə, test variantı olaraq bunu səhv qəbul etməliyik. Və biz eramızın 2-ci, 3-cü əsrlərində artıq Atropatenada, eramızın 2-ci, 3-cü əsrlərində Atropatenada quldarlıq quruluşu böhran keçirirdi. Yəni, quldarlıq pis vəziyyətə gəlib çıxmışdı və Atropatenalılar din baxımından zərdüştlük, atəşpərəstlik dininə sitayiş edirdilər. Zərdüş Peyğəmbər tərəfindən yaradılmış, eradan əvvəl 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində meydana gəlmiş zərdüştlük dininin kahini Maq adlandırılır və müqəddəs kitabı Avestadır. Baş məbədi isə Qazaka şəhərində yerləşirdi. Zərdüştlükdə əsas olan oddur. Oda sitayiş geniş yayılmışdı. Bundan başqa torpaq, su kimi ünsürlər də, torpaq, su, hava kimi ünsürlər də müqəddəs hesab edilirdi. Kitaba görə dünya üzərində hər şey 3 əməl üzərində qurulubdur. Xeyir düşüncə, xeyir söz və xeyir əməl üzərində qurulub. Buradan belə bir nəticəyə gələ bilərik ki, əslində zərdüştlük dini ancaq Zərdüştlük dini xeyrin şər üzərində qələbəsini, yəni Hörmüzün xeyrin şər üzərində, əhrimən üzərində həmişəki qələbəsini ön plana çəkir. Və İskəndər Persapol sarayını yandırarkən, Əhəmənilər sarayını yandırarkən, bu zaman Avestanın ilkin variantı sarayın içərisində məhv olur, yanır, gedir. Sonralar həmin Avestanın ilkin variantının sonradan dildən dilə yayılmış versiyasını 3-7-ci əsrlərdə Sasanilər toplayır və 1771-ci ildə Fransız alimi Anquetil du Perron Fransız dilinə tərcümə etməklə Avestanı Avropada yayılmasına nail olur. Hal-hazırda da zərdüşt icmaları vardır
zərdüştizmaları yaşayır. Hindistanda parslar, İranda isə cəbirlər, zərdüştlərdilər. Biz bunları görə bilərik. Və biz xronoloji olaraq eradan əvvəl 673-cü ildə Midiyada xalq hərəkatı başlamışdı. Hərəkata kim rəhbərlik eləyirdi? Xatırlayaq, Kaştariti. Eradan əvvəl 672-ci ildə müstəqil Midiya dövlətini də Kaştariti yaratdı. 625-ci ildə Kiaksar neynədi? İskit ağalığına son qoydu. Midiyadakı həmin bu Kaştaritinin rəhbərlik etdiyi hərəkat kimlərə qarşı idi? Assurlara qarşı idi. 550-ci ildə Midiya dövləti süqut elədi. Astiaq taxtdan salındı. Astiaqı kim taxtdan saldı? İkinci Kir. 550-ci ildə Əhəmənilər dövləti yaradıldı. Kim yaratdı? İkinci Kir. 331-ci ildə Qavqamela döyüşündə Əhəməni hökmdarı 3-cü Dara kim tərəfindən məğlub edildi? Makedoniyalı İskəndər tərəfindən məğlub edildi. Döyüşdə iştirak edən tayfalar kimlər idi? Saklar, Albanlar və Kadusi tayfaları idilər. Döyüşdə sağ cinaha kim rəhbərlik eləyirdi? Xatırlayaq, bunu şərhlərə yazaq. 321-ci ildə Atropatena dövləti meydana gəlmişdi Atropat tərəfindən. 190-cı ildə Maqneziya döyüşü baş verir. Eradan əvvəl 190-cı ildə Maqneziya döyüşünün nəticəsində Atropatena neyniyir? Yenidən müstəqil olur. Yenidən müstəqil olur. Və eramızın 20-ci ilində Atropatena dövlətinin varlığına son qoyulmaqla Atropatena dövləti Parfiya dövlətindən asılı vəziyyətə düşür və 226-cı ilə qədər Parfiya dövlətinin asılılığında qalır. Belə, hörmətli abituriyentlər, Midiya, Əhəməni və Atropatena dövlətləri haqqında danışacaqlarımız bunlardan ibarət idi. Sağ olun, növbəti dərslərdə görüşənədək videonu bəyənib, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.